El-Hadisul Xamis, 5-ci hədis. Abdullah ibn Ömər radiyallahu anhuma qal. Abdullah ibn Ömər radiyallahu anhuma deyir ki, sallaytu ma'a Rasulullah sallallahu aleyhi ve sellem rakətəyni qablə zuhur. Mən deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemdən zöhrdən qabaq 2 rükət namaz qıldım. Və rakətəyni ba'də zuhur. Zöhrdən sonra da 2 rükət namaz qıldım. Və rakətəyni ba'dəl cümə. Cümədən sonra da 2 rükət namaz qıldım. Və rakətəyni ba'dəl məğrib. Məğribdən sonra da 2 rükət namaz qıldım. Və rakətəyni ba'dəl işə. Və işədən sonra da 2 rükət namaz qıldım. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bunları qılardı, mən onunla bərabər qılardım bu sünnətləri. Hədis Buxari rahimehullah rivayet edib 1169-cu hədisdir və Müslim rivayet edib 729-cu hədisdir. Sonra Müslimdə gələn 1172-ci hədisdə buyurur ki: "Fəəmməl məğrib vəl-işə vəl-cümə fəfi beytihi." Məğribə, işaya və cüməyə gəldikdə bunu deyir evində qılardı. Məğribin sünnətindən gedir söhbət. Məğribin, işanın və cümənin sünnətinə gəldikdə həmin bu 2 rükətləri. Bunları deyir evdə qılardı. Başqa bir ləfzdə gəlir ki, Ən İbn Ömər qal. İbn Ömər deyir ki, radiyallahu anhuma, həddətəni Hafsa. Peyğəmbər sallallahu əleyhi və səlləm zövcəsi Hafsa radiyallahu anha deyir ki, mənə rivayet elədi ki, Ən Nəbiyyə sallallahu əleyhi və səlləm kana yusalli səcdətəyni xafifətəyni ba'dama yatlu'ul fəcr. Peyğəmbər sallallahu əleyhi və səlləm fəcr daxil olduqdan sonra, sübh namazı girəndən sonra yüngül 2 rükət namaz qılardı. Yüngül. Və kanət sa'atan la adkhulu alan-nabiy sallallahu əleyhi və səlləm fiha. Və bu elə bir vaxt idi ki, mən həmin vaxtda Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına daxil olmurdum. Yəni Abdullah ibn Ömər. Bundan əvvəlki hədisdə nədir? Zöhrdən başladı. Zöhrdən əvvəl 2, sonra 2. Məğribdən sonra 2, işadan sonra 2, cümədən sonra 2, sübhü deməli, düzdür? Bu hədisdə də sübhü. Deyir ki, tamamlamaq üçün. Hafsa da deyir, mənə deyir, demişdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm fəcr namazı girəndən sonra 2 rükət yüngül namaz qılardı. Həmin vaxtda deyir, mən onun yanına heç vaxt girmirdim. Sübh fəcr vaxtı, həmin o sübh vaxtı, sübh namazı girən vaxt. Mən də onun yanına girmirdim. Onu da kimdən rivayet eləyir? Hafsa radiyallahu anhədən. Bu da İmam Buxari rahimehullah rivayet edib bu hədisi 1173-cü hədisdir. Bu hədisdə o hissəsi var idi. Məğrib, işa, fəcr, cümə, cümənin o sünnətlərini evdə qılması məsələsi. Burada deyir, hər hansı bir əngəl yoxdursa deyir, belə edərdi. Hər hansı bir əngəl yox idisə, olmazsa bunları gedib evində qılardı. Amma məsəl üçün, zikr məclisini gözləmək üçün, məsəl üçün, məğribi qıldı, indi arada evə getmir də, hələ iş məğrib iş arası tutaq zikr məclisi var. O bu zaman məsciddə qılardı. Və yaxud da ki, məğribi qılıb və digər gələn namaz, işa namazını gözləyir. O zaman deyir, məsciddə qılardı. Nə vaxt evdə qılardı, yəni nə vaxt evə gedərsə. Məsələn, evə gedirsənsə, da burada qılıb getmə. Get evdə qıl. Bu daha üstünü, daha fəzilətli və Peyğəmbər sallallahu əleyhi və səlləm sünnətinə daha uyğundur. Ya burada bidət əhlinə də bu da rədd var. Onlar qılırlar fərzi, sonra daha önce sünnəti qılırlar, sonra zikirləri sonra durub gəlirlər. Və yaxşı, bu Peyğəmbər sallallahu əleyhi və səlləm bunu evdə qılırdı, zikir eləmədən gedirdi. Hətta vitri belə qılır. Necə eləyirdi? Peyğəmbər sallallahu əleyhi və səlləm zikirləri eləyirdi, tamamlayırdı, sonra gəldi 2 rükəti evdə qılırdı. Subhanallah lazım. Amma məsələn, oturarsansa məsciddən, zikirləri belə tamamla, sonra dur 2 rükəti evdə qıl, problem yoxdur. Və sonra deyir, bax bir məsələ, kim deyir bu vaxt namazlarının sünnətlərindən nəyi qaçırarsa, onun qəzasını da edər. Edə bilər, etməlidir. Sən bir şey qılırsan, deyək ki, zöhrün sünnətini qılmadın. Məsələn, məşğul ol və gəldin, tutaq ki, iqaməyə çatdın. Sonra qıl. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisində, əməlində var. Əsrdən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəfə nafilə qılır. Deyirlər, sahabelər deyir, ey Rasul, sən bizə əsrdən sonra namaz qılmağı qadağan eləmişdin. Namaz qılsan, deyir, mənə filan qovm gəlmişdi, suallar verdilər. Zöhrün sünnətini qılmağa mənə deyir, şey elədi, başımı qarşılar, zöhrün sünnətini qılmadı. O da qəzasını qılır. Yəni sonra da olsa qılır. Bu da ona dəlalət edir ki, hər hansı bir namazın sünnətini vaxtı çıxandan sonra da qılmaq olar. Qılanmamısan hansısa bir səbəbdən qıla bilərsən.